Windows əməliyyat sistemində hər hansı fail verilmişdir. Bu failin adını dəyişmək üçün hansı klaviş istifadə olunur və hansı simvolları yeni adda istifadə etmək olmaz. Windows əməliyyat sistemində failin və ya qovluğun yenidən adlandırmaq üçün, yəni rename funksiyasını yerinə yetirmək üçün F2 klavişindən istifadə edilir. Ona görə mən ilk 3 variantı sualdan xaric edirəm və son 2 varianta baxıram. Yeni adda hansı simvolları istifadə etmək olmaz? 9 ədəd simvolumuz var ki, fail və ya qovluğun adında istifadə etmək olmaz. Onları sırasıyla yazsaq, böyük kiçik işarəsi, sağa, sola və düz siləş, sual işarəsi, qoşa nöqtə, ulduz işarəsi və qoşa dırnaq işarəsidir ki, bunları fayla və ya qovluğa yeni ad verərkən istifadə edə bilmərik. Və burada da mən son 2 varianta baxdığımda D variantında, yəni ki 4-cü variantda nöqtə vergül var ki, bu həmin bu sıraya aid deyil. Və yekun cavabımız Y variantı olur ki, burada göstərilən böyük kiçik işarəsi, sağa siləş, qoşa nöqtə və 2 dırnaq işarəsi həmin bu sıraya aid olduğu üçün həmin bu simvolları failin adında istifadə etmək olmaz. Yekun cavabımız burada Y variantı, F2 klavişi və həmin simvollar olur.